diqqətlə analiz eləyirik. Orada oynayanlar sadəcə cuhuskalardır, yığınada, pardon. Rayon cuhuskaları, yiyəsizlər oynayır. Səhər adamı orada oynamaz. Bunu bil, şəhadət barmaq. İl olub 2026, biz hələ də rayon, şəhər söhbət eləyirik, hələ də rayonları çuşqa hesab eləyirik. Əzizim, Bakının Ucqar Dağ kəndində bir təsadüf doğulan biri də özünü Bakılı sayır. Amma yazıq Bakıda heç Bakılı qalmayıb, elə içi özüm qarışıq. Rayondan gəlmişik. Doğulduğum yer işğal olandan sonra ailəmlə bir yerdə hər kəs müxtəlif bölgələrə, biz də Bakıya gəlmişik. Burada böyümüşəm. Bakı mənim üçün dəyərlidir. Bir müddət Sumqayıtda yaşamışam, Sumqayıt mənim üçün dəyərlidir. Onların yerli sakinləri, gəlmələri, bütün Azərbaycan mənə dəyərlidir. Belə rayonlara çuşqa sayan çuşqalara da sözüm. Özünüzü hörmət eləyin. Rayonun Ucqar Dağ kəndində ali təhsil alıb 600 balla universitetə qəbul olub özünü inkişaf elətdirən də var. Şəhərin mərkəzində bardan çıxmayıb özünü hörmətsiz eləyən də. Yəni dediyim odur ki, torpaq insan yetişdirmir. Özümüz özümüzü yetişdiririk.